Bismillahirrahmanirrahim. Bir dəfədən heç nə olmaz. Bunu etsə nə olacaq ki? Uşağın üstünə çox getməyin. Ana ata özü üçün deyir kimi bəzən yaxşı niyyətlə deyilən ifadələr uşağın tərbiyəsində ciddi nəticələr doğura bilər. Bu cür sözlər valideynin sözünün təsir gücünü zəiflədir. Uşağın gözündə qayda və qadağaların əhəmiyyətini azaldır. Zamanla uşaq valideyn sözünü tövsiyə kimi deyil, ötəri fikir kimi qəbul etməyə başlayır. Uşağın valideyn tərəfindən qoyulan qaydalara əməl etməsi yalnız intizam məsələsi deyil. Bu, ailə daxilində məsuliyyət, hörmət və güvən münasibətlərinin əsasını təşkil edir. Valideynin ardıcıl və tutarlı mövqeyi uşağa həyat boyu lazım olacaq sərhəd anlayışını öyrədir. Bu sərhədlər olmadıqda uşaq harada dayanacağını, nəyə yox deməli olduğunu öyrənməkdə çətinlik çəkir. Bu prosesdə ailənin digər üzvlərinin, baba, nənə, dayı, xala və yaxın qohumların rolu da çox həssasdır. Onların sevgisi və qayğısı uşağın psixoloji rahatlığı üçün dəyərlidir. Lakin bu sevgi valideynin qoyduğu qaydalarla ziddiyyət təşkil etdikdə uşağın zehnində qarışıqlıq yaranır. Valideynin qadağasını kənardan yumşaltmaq və ya açıq şəkildə pozmaq uşağa hansı sözün əsas olduğu barədə yanlış mesaj verir. İslam tərbiyə anlayışında ailə bir bütöv mexanizm kimi dəyərləndirilir. Valideynin tərbiyə məsuliyyətinə hörmət etmək, onun sözünü sarsıtmamaq həm əxlaqi, həm də dini baxımdan mühüm sayılır. Qohumların bu məsələdə dəstəkçi mövqedə dayanması uşağın valideyninə qarşı hörmətini gücləndirir. Ailə daxilində isə etimad və sakitlik yaradır. Valideynin sözünü zəiflədən müdaxilələr uşağın təkcə valideyninə deyil, bütövlükdə qayda-qanuna münasibətini zədələyə bilər. Halbuki ailədə hər kəs eyni mövqedən çıxış etdikdə, uşaq həm sevildiyini hiss edir, həm də sərhədləri anlayır. Belə bir mühitdə böyüyən uşaq gələcəkdə məsuliyyətli, hörmətli və sağlam düşüncəli bir şəxsiyyət kimi formalaşar.